Dostlar, mən səhərdən 2 dəfə üstümə soyuq su tökmüşəm etiraz əlaməti olaraq. Bu canlı yayın kəsildiyinə görə. İndi yenə eləyirəm. Mən haqq və hüquqlarımın bərpası üçün haqq ədalət yerini tapana qədər etiraz eləməyə davam eləyəcəm. Cinayətkarlığa, cəzasızlığa, ədalətsizliyə, qanunsuzluğa, haqsızlığa etiraz edirəm və etirazım davam edir. İndi soyuq su tökəcəm üstümə, soyuq su tökəcəm üstümə etiraz əlaməti olaraq. Əvvəlkilər yanmadı, narahat olun, yanıb etiraz edirəm. Əslində hamımız üstümüzə bir də soyuq su tökməliyik necə. Çox soyuqdur. Birini də tökəcəm. Narahat olmayın. Yani etiraz eləyirəm da. Bu etirazdır. Narahat olmayın. Bir də ki, hamı üstünə bir də tökməlidir da. Etiraz eləyirəm. Haqq ədalət bərpa olana qədər etiraz etməyə davam edirəm. Oh, dondum. Sağ olun dostlar.